Allah elə bir varlıqdır ki, ona çatanda mənfi sözlər müsbət məna kəsb eləməyə başlayır. Sözlərə baxın, hamısı mənfi sözlərdir. Aciz, bir nə desən, ay aciz, bir nə desən, ay möhtac, ay fəqir, ay zəif, hamısı pis sözlərdir. Amma Allahın müqabilində hamısı gözəl olur. Bilirsiniz necə olur? Allahın müqabilində bu sözlər, bu xüsusiyyətlər onun əksinə aparan yoldur. Allahın qabağında deyəsən, mən acizəm, olursan qüdrətli. Allahın müqabilində deyəsən, mən fəqirəm, olursan zəngin. İmam Hüseyin ağa kimi deyir, səni tapan nəyi itirib, səni itirən nəyi tapıb. Heç nə olduğu etiraf edirsən, heç nəyəm mən, heç nə, ədəd deyiləm. Olursan hər şey.